Sən demə toyuqların buna görə yumurtlamırmış. İndi isə əksinə yumurtlamaq üstünə dava-dalaş eləyir, hətta 3-3 harda gəldi yumurtlayırlar. Dada imkan ver de yumurtlayaq. Toyuqlarla bağlı son vlogumda yumurta vermədiklərinə görə narazı olduğumu sizə bildirmişdim. Yumurtlamayan toyuqlarımla ümidimi üssəm də heç olmasa kəsib yeyərəm ya da sataram deyə dənlərini əski eləmirəm. Toyuqların da yumurtlaması üçün çoxlu və maraqlı rəylər gəlmişdi. Tavuklar yumurta verseydi milletçe rahatlardık. Bu rəylərə və keşfətdə gördüyümə görə ipək kələm də bağlayıb verdim. Dənlərini də azaltdım ki, kökəlməyə yox, yumurtlamağa meyilli olsunlar. Amma nə fayda? Ən əsas səbəb isə soyuq olması idi. Çünki toyuq hininin kənarı açıq idi deyə toyuqlara hər axşam soyuq olurdu. Və bu da yumurta verməsinin qarşısını çox alırdı. Havalar ısınsın, yığıp yığıştırabilmeyecek yumurtaları. Hinin qırağını bağlamağa artıq gec idi, çünki havalar isindi və toyuqlarda dəyişiklik oldu. Toyuqlar artıq 3-3 yumurta verməyə başlayıb. Gah yuvada yumurtlayırlar, gah da harda gəldi, kolluqların arasında. Nə deyək, göz dəyməsin. Əsas odur yumurta bol, toyuqlarımın canı sağ olsun. Toyuqlarla bağlı fərqli və maraqlı vloqlar çəkmək məndən, məni takip edərək videolarımı bəyənib paylaşmaq sizdən. Növbəti vloqlarda görüşənədək. Vaxtsız banlayan xoruzun da başını kəsərlər. Özünüzdən müğayət olun.